إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. İlk növbədə dəyərli qardaşlar, hər birinizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Və bundan sonra özümə və sizlərə də Allahdan haqqı ilə qorxmağı tövsiyə edirəm. Çünki bu Allah Subhanahu və Taala'nın həm bizə, həm də bizdən öncəki nəsillərə etdiyi bir tövsiyəsidir ki, Uca Rəbbimiz buyurur: وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُوا اللّٰهِ. Biz sizdən öncəki əhli kitaba, nəsillərə tövsiyə etdiyimiz kimi, Uca Rəbbimiz buyurur ki, sizə də Allahdan qorxmağı tövsiyə edirik. Yəni, təqva hansı işdə olarsa, o işi gözəlləşdirər. İlk növbədə etdiyim nəsihət özümə də, sizlərə də təqvadır. Allah qorusun. Allahdan istəyirəm ki, Allah Subhanahu wa Taala bunu bizə hasil etsin. Allahım əmin. Və bundan sonra qardaşlar, nəsihətimiz inşallah Şeyx İbrahim Əl-Məzrui Hafizahullahın xəstəlik neməti və xəstəlikdə olan faydalar və həmçinin hikmətləri və onun hökmləri haqqında olacaqdır. Daha doğrusu bu risaləni artıq bir neçə dərs oxumuşuq. Hər bir mövzusu xeyirdir, başdan axıra kimi. Və əlhəmdülillah seçməkdə böyüklərdən də məsləhət almışdıq, nəsihət almışdıq. Və həmçinindəki fayda var idi ki, baxırsan ki, əksəriyyət xəstədir. Elə bir vaxtıyıq ki, xəstəlik artıb, xəstə qardaşlarımızın sayı çoxdur. Ona görə istədik ki, oxuyaq, həm özümüzə faydalı olsun, həmçində işitib dinləyənlərə Allahdan istəyirik ki, Allah Subhanahu taala bunu xeyirli bərəkətli etsin. Amin. Və bu gün də oxuyacağımız mövzu şeyxin etdiyi nəsihətlərdir. Nəsaih lil-mərid. Xəstə üçün edilən nəsihətlərdir ki, Quran və sünnədən və sələfdən gələn nəsihətləri şeyx edəcək. İnşallah ki, diqqətlə dinləyək. Barakallahu fikum. Və şeyx ilk olaraq xəstəyə nəsihət edir. Xatırladır ki, Də ankə ləv fə innəhə tuftəhu aməliş şeytan. Şeyx söyləyir ki, ləv çaşşi gərək bu şeyləri deməkdən dilini tərcih etsinlər. Yəni, xəstə olan kəs dilin tərcih etməlidir, uzaq tutmalıdır. Ləv, çaşşi belə edərdim. Çaşşi bu kəlməni deməkdən özün qorumalıdır. Fəizə məridət bi səbəbin minəl əsbəb. Əgər hər hansısa bir səbəbdən xəstələnibsə, fələ təqul, söyləmə ki, ləv fəaltu kəzə ləkənə kəzə. Əgər belə etsəydin, belə olardı. Və yaxud da ki, söyləmə ki, vələv ləm əf'al kəzə ləm yəkun kəzə. Əgər belə etməsəydim, olmazdı. Yəni, xəstə olan kəs, müsibətə düçar olmuş şəxs, müsəlman, bu sözləri deməkdən dilini tutub saxlamalıdır. İlə qayri dəlikə mimmə fihi etirad aləl qadar. Və digər etirazı kəlmələr ki var, hansı ki bunlar Allah Subhanahu wa Taala'nın qədərinə etirazdan sayılır. Yəni, sən xəstənin deyinməsi, gələk belə etməsəydim, başıma bu gəlməzdi. Kaş ki, bu şeylər Allahın qədərinə etirazdandır. Necə ki, şeyx dedi, Allah qorusun. Və növbəti nəsihət, ikinci nəsihət, lə hərcə aleykə fit tədəvi. Xəstənin müalicə almasında bir problem yoxdur dinimizdə. Və bəzə əsbəb-i şəfa vəl-bəhsə anit-tabibil mahir. Və həmçinin şəfanın səbəblərini axtarmaqda, mahir təbib, həkim axtarmaqda xəstənin heç bir problem yoxdur şəriətimizdə ki, gedib sağalmasından ötürü, şəfa tapmasından ötürü Rəbbindən həkim axtarır. Yəni, təəssüf ki, belə düşünənlər var ki, xəstəlik içindədir, amma heç bir səbəbdən yapışmır. Liqavli sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Tədəvəv ibadallah. Ey Allahın qulları, müalicə olunun. Fə innəllaha teala ləm yədə'ə dəən illə vədə'ə ləhu dəvə. Həqiqətən Allah elə bir xəstəlik, dərd, müsibət verməmişdir ki, onun dəvasını, dərmanını göndərmiş olmasın.
Səhih hədis həmçinin necə ki, müalicə olunmaqdan söhbət getdi, nəsihət getdi. Şeyx buyurur ki, lakin tənəbbəhə ilə əmrin. İki şey vardı ki, ondan ehtiyatlı ol günan. Xəstə qardaşa şeyx nəsihət edir. İki şey var ki, bundan ehtiyatlı ol. Qoru özünü. Ennət dəva mücərrəd səbəbli şəfə. Yəni, mücərrəd olaraq dərman şəfa üçün sadəcə bir səbəbdir. Dərman şəfa tapmağın üçün bilmək lazımdır ki, sadəcə bir səbəbdir. Və şəfi həqiqətən huvallah. Şəfa verən isə həqiqətdə kimdir? Allah Subhanahu və Teala'dır. Yəni, şəfa Allahdandır. Fələ yətəalləq qəlbəkə bitabibin mə. Yəni, hər hansısa bir həkimə sənin qəlbin bağlanmamalıdır. Yəni, qəlb bağlananda artıq etiqadi olaraq Allah qorusun, xəstə elə düşünər ki, şəfanı həkim verdi. Onu həkim sağatdı. Və yaxud bu kimi ləfslər ehtiyatlı olmaq lazımdır. Xəstə dilinə gətirir ki, məni filan həkim sağatdı. Allah qorusun. Xəstəliyə dərman, həkim səbəbdir, necə şeyx dedi, lakin həqiqa əşşəfi huvallah. Şəfa verən kimdir? Allah Subhanahu wa Taala. La tədavi bi muharram. İkinci ehtiyatlı olma, şeyx deyir, diqqətli ol. Haram olan şeylərlə tədavi eləmə. Yəni, müalicə alma. O şeylər ki, haramdır. Dəlil nədir? Allah Rasulü buyurur ki, sallallahu aleyhi və səlləm, tədavvəv və la tədavvəv bi haram. Müalicə olunun, Muhammed sallallahu aleyhi və səlləm deyir ki, müalicə olunun, lakin haram olan şeylərlə müalicə olunmayın. Yəni, bilirik, kimsə tövsiyə edir, baxırsan, hər hansısa bir həkim deyib ki, içki içməyi gündə nə qədərsə, olmaz. Olmaz, qardaş. Haramla müalicə olunmur, haramda da şəfa yoxdur. Və üçüncü nəsihət, şeyx buyurur ki, la təxaf minəl mevt, fə innəl mərad la yuqarribu minəl mevt və la yudni minhu. Xəstə olan, nəsihət ona ölümdən qorxmamalıdır. Ölümdən qorxmamalıdır. Çünki ölüm heç də la yuqarribu minəl mevt. Xəstəlik heç də ölümü yaxınlaşdırmır. Yəni, elə bilmə ki, xəstələndin, ölüm səni yaxınlaşdı. Belə qayda yoxdur. Nə də ki, səndən uzaqlaşdırmır ölümü, xəstəlik. Həmçində kəmə ənə sihə lə tübəid minhu. Nə də sağlam olan şəxs arxain olmasın ki, ölüm ona gəlməyəcək. Nə də sağlamlıq ölümü uzaqlaşdırmır. Və bu barədə gözəl bir şeir söyləyir şeyx. Sələfdən gətirir. Kəm min sahihin mətə min qayri illətin. Və kəm min alinin aşəhinə minət dəhəri. Nə qədər sağlam insanlar var idi ki, xəstəliyi olmadan öldü. Və nə qədər xəstələr var idi ki, ölüm ona çatmadı, uzun müddət yaşadılar. Və kəm min fətə yumsə və yusbihi əminən və qad nusicət əkəfənuhu və huvə lə yedri. Və nə qədər gənclər var idi ki, sabahladılar, axşamladılar, canı yerində, qüssəsi yerində, hər bir şey yerində, sağlam idilar, amma bilmirdilər ki, artıq ona kəfəni tikilir. Yəni, nə qədər də gənc var idi, sağlam idi, ölüm ona çatdı. Gözəl şeirdir. Yəni, o demək deyil ki, xəstəlik gəlib, sənin canıva qorxu düşdü ki, ölüm gələcək. Və növbəti nəsihətdə şeyx buyurur ki, lə tətəmənnəl mevt. Xəstə ölümü arzulamamalıdır. Və həmçində, qardaşlar, müsibət kimə düçar olubsa, başına müsibət gəlibsə, fərqi yoxdur, ölümü arzulamaq olmaz. وَلَا تَدَعْ بِهِ إِذَا اِشْتَدَّ عَلَيْكَ الْمَرَضُ وَإِزْدَادَ عَلَيْكَ الْأَلَمْ. Əgər sənə xəstəlik şiddətlənibsə, halın ağırdısa, ağrılı, acılı xəstəlik gəlibsə, sən özünə ölümü arzulaya bilmərsən. Olmaz. Yaxşı, nədir dəlil? Dəlil, Ənəs radiyallahu anhunun rəvat etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, لا يتمنين أحدكم الموت لضر نزل به. Sizdən birinizə hər hansısa bir müsibət, sıxıntı, xəstəlik baş verərsə, nazil olarsa, o ölümü təmənna etməsin, arzulamasın. Allah Rəsulü deyir. La yetəmənnəyənnə, ölümü arzulamasın. Fəin kənə ləbuddə mütəmənniyən fəliyəqul. Fikir verin, qardaşlar. Əgər ağrısı şiddətli olar, çox, yəni narahat bir halda olarsa,
arzulayarsa, ölümü istəyərsə, deyir, o zaman görün, Peyğəmbər sallallahu əleyhi və səlləm sünnətin yolun, o zaman deyir, belə söyləsin. Allahumma əhlini mə kənətil həyatu xayranni. Allahım, əgər yaşamağım mənim üçün xeyirlidirsə, məni yaşatcına. Həyat ver mənə, əgər mənim yaşamağım xeyirlidirsə. Və təvəffəni izə kənətil vəfatu xayranli. Əgər ölümüm xeyirlidirsə, ey Rəbbim, canımı alcına. Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem nəyə tövsiyə edir? Yenə də ölümü arzulamır. Əgər ölümüm xeyirlidirsə, ya Rabbi, ölüm yatağındadır, o zaman ya Rabbi, canımı alcına. Qala Şeyx Abdurrahman ibn Səid rahimehullah, Şeyx Səid rahimehullah buyurur ki, "Hada nahyun an tamannal maut lid-dar allazi yanzil bil-abd min maradin aw faqrin aw khawfin aw wuqu'in fi şiddati məhləkətin." İnsan hər hansısa bir həlak edici bir səbəbdən müsibət baş verib, şiddətli xəstəlik baş verib, kasıbçılıq ucbatından, şiddətli kasıbçılıq içindədir, o ölümü arzulamamalıdır. Bax, bu hədis də Şeyx Sədi deyir ki, qadağan edir. Hədis bunu qadağan edir. Çünki Şeyx buyurur ki, فَاِنَّ فِي تَمَنَّ الْمَوْتِ لِذَٰلِكَ مَفَاسِدًا. Sənin ölümü arzulamağında çoxlu fəsadlar var. Heç də elə bilmə ki, canın qutaracaq, hər şey yaxşı olacaq. Minhə ənəhu yu'zinu bis-saxat. Sənin ölümü arzulamağın qəzəblənməkdir. O da nədir? Sənin Rəbbinə qarşı onun qədərinə etirazdır. Sən etiraz edirsən ki, ya Rabbi, mənə niyə verdi, baş verdi, niyə bu bəla mənə gəldi? Niyə bu xəstəlik getmir? Canım qalmadı, danışır ancaq, adam deyinir. Bu qədərindən narazılıqdır, Allah subhanət hala səni ibtila edir. Və huvə mə'murun bis-sabr. Hansı ki, şeyx deyir ki, Allah onu səbr etməyi əmr edir. Və ənəhu yud'afun nəfs. Nəfsi zəiflədir. İnsanın deyinməyi, narazılıq eləməyi xəstəliyindən nəfsi zəiflədir və yuqa fil-yəs. Və onun, yəni kədərin, sıxıntısını da artırır. Və ənəl mevt yaqta aləl-abdil əməl salihə. Ölüm gəlsə sənə sənin salih əməllərin kəsiləcək, qardaş. Nəyi arzulayırsan? İkisinə salih əməllər edə bilərsən. La ilahə illallah deyə bilərsən. Hansı ki, bilirik, cənnətdə ev tikilir. Zikirlər edə bilərsən. Yatağında olmağına baxmayaraq. Müsibət gəlməyə baxmayaraq. Sənin bu salih əməlin kəsilmiş olacaq. Şeyx Səid rahimehullah bunu bizə tövsiyə edir. Və 5-ci nəsihət, Aleykə bid-dua və tədarrə ilallah subhanahu və taala. Xəstə olan şəxs Allah subhanahu və taalaya dua etməkdə, yalvarmaqda, yəni bundan möhkəm sarılmalıdır. Yəni. Vacibdir ki, onun üzərinə Allaha yalvarsın, dua etsin. Allah subhanahu və taala fəhvə şəfi vəhdəhu. Yalnız tək olaraq şifa verən kimdir? Allah subhanahu və taaladır. Uca Allah buyurur ki, mübarək kəlamında əmmən yucibil muttarra izə dəahu yəkşifus-su. Bütlərə Allah Subhanahu buyurur ki, bütlər mi xeyirlidir? Yoxsa darda qalan kimsə ona dua etdiyi zaman onun duasını qəbul edən? Sual verir Rəbbimiz. Bütlər mi xeyirlidir? Yoxsa sən dua edirsən, dardasan, sənin duanı qəbul edən Allah mı xeyirlidir? Şəri soğuşduran Allah mı xeyirlidir? Təbii ki, Allah Subhanahu wa ta'ala xeyirlidir. Yəni bu görsədir ki, darda olan xəstə Rəbbinə dua edib yalvarmalıdır. Və la təstəcilil icabə. Nə də dua edirsən ki, Allahım mənə şəfa ver, ya Allah şifa vercinən, Allahım bu müsibəti məndən qaldır, müsibət gəlib, borcun içindəyəm, xəstəlik baş verib, özümə, malıma, əhl-i beytimə. Dua edirsən, sənin üzərində düşən səbirli olmaq şeyx deyir, tələsməməlisən. Duada tələsməməlisən, deməməlisən ki, duam qəbul olmadı. Aylarla da dua edirəm, qəbul olmur. Bu söz sən sələfin dilinə gəlməməlidir. Sən müsəlmanın dilinə gəlməməlidir. Nədir dəlil? Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Yustəcabu li əhədikum mə ləm yec'al yəqulu dəavtu fələm yustəcəbli. Sizdən biriniz tələsməyib, dua etdim, qəbul olmadı deməzsə, Allah Resulü deyir ki, onun duası qəbul olar. Əgər tələsib sizdən biriniz deməsə ki, duam qəbul olmadı, Allah onun duasını qəbul edər. Hər işdə bir xeyir var. Ola bilər Allah Subhanahu sənin duanı qəbul etməyib, saxlayıb, gedişdirib və yaxud daha xeyirlisi ilə əvəz edib axirətdə verəcək.
Və şeyx buyurur ki, və aleykə bil ilhahi bid dua. Və dua etməkdə də israrlı olmalısan. Ey xəstə. Ey xəstə qardaş, bacı, sən dua etməkdə israrlı olmalısan. Qapını çoxlu döyməlisən. Və kun alə yəqini bil icabə. Və həmçində səndə yəqinlik olmalıdır ki, Allah Subhanahu va Taala mənim duama icabət edəcək. Dua edəndə yəqinliyin səndə olması duanın icabət olunmasının səbəblərindəndir. Ki sən yəqinliklə Rəbbindən istəyirsən ki, Allah mənim duamı qəbul edib mənə şifa verəcək. Bax bu yəqinlik qəbul olunmağının səbəblərindəndir. Və aleykə bir rüqyə əş-şər'iyyə. Həmçinin şeyx buyurur ki, nəsihət edir xəstəyə, deyir ki, şəri rüqyə. Şəri rüqyədən istifadə etdir. Sünnədə necə gəlib elə. Fəhiyyə min əsbəb-i şəfəl-i mu'thirə bi-iznilləhi teala və minhə. Şeyx buyurur ki, rüqyənin şəriətimizdə gələn formada rüqyə etməyin təsiri vardır xəstənin sağalmasına. Nədir o şəri rüqyə? Xəstə hər hansısa bir müsəlman özünü edə bilər və yaxud da onun xəstəyə hər hansısa bir müsəlman edə bilər. Sünnədə gələn qiraətül Fatihə ma'an nəfs. Fatihə surəsini oxuyub üfürmək. Və yaxud xəstənin özünün Fatihə surəsini oxumağı. Və qiraətul muavizətəyn sələsə mərrat ma'an nəfs li hədis Ayşə radiyallahu anhə fis-sahihin aydan. Həmçinindəki şeyx buyurur ki, 2 qoruyucu surəni, yəni Fələq və Nas surəsinin oxumağıdır. Və bunları da hərəsin sünnədə gəlib 3-7 dəfə oxumaq. Necə ki, Ayşə anamız radiyallahu anhə Buxari və Müslim rahiməhullahın rəvayət etdiyi səhih hədisdə gəlib. Allah Rəsulu muavizətin, yəni Fələqlə Nas oxuyardı. Və həmçinin şəri rüqyədəndir ki, əl-məshu bil-yədil yumnə və yəqul. Sağ əlini ağrıyan yerə qoyaraq söyləyirsən. İzhəbil bəs Rabbən nəs. İşfi və əntə şəfi. La şifə illə şifəuk. Şifəən la yuğadiru səqamən. Sağ əlini ağrıyan yerə qoyub, bax bu duanı oxuyursan. Nə deməkdir? İzhəbil bəs Rabbən nəs. Ey insanların Rəbbi, ey Rəbbimiz, bu xəstəliyi apar ki, İşfi, şəfa ver ki, və əntə şəfi. Şifa verən yalnız sənsən. La şifə illə şifəuk. Sənin şifandan başqa şifa yoxdur, yəni şifa verən yalnız sənsən, ey Rəbbimiz. Şifəən la yuğadiru səqamən. Allah Subhanahu taala istəyir ki, bundan sonra yəni heç bir xəstəlik olmasın həmin yerində. İstəyir ki, Allahdan bu xəstəlik ondan geçsin. Vada'al yad ala məkanil marad. Və yəqul. Həmçinin əlini ağrıyan yerinə qoyur. Şəri rüqyədən dəyərli qardaşlar. Belə deyir. Bismillahi sələsən, yəni 3 dəfə Bismillah deyir. Hədislər səhih hədislərdir qardaşlar. Hər biri səhih hədislərdir. 3 dəfə Bismillah deyir və deyir ki, Əuzu billahi və qudratihi min şərri mə əcidu və uhəziru. Hiss etdiyim və ehtiyat etdiyimin şərrindən Allaha və onun qüdrətinə sığınıram. Ağrıyan yerə sağ əlini qoyaraq belə dua edir. Həmçinin yaxuzur raqi min riq nəfsəhu alə isbihi. Buxari və Müslim rahiməhumallahın rəvayət etdiyi səhih hədisdir qardaşlar. Rüqyə edən hansı ki xəstə olsun, misal barmağın torpağa vurur. Birinci tüpürcəyinə vurur barmağın, isladır və sonra onu torpağa vurur. Summa yəd'aha alət-turab. Yəni torpağın üzərinə qoyur. Summa yəmsəhu biha aləl mawdi'al alil. Xəstə olan yerinə sonra qoyur. Və yəqul və söyləyir, belə dua edir. Bismillah. Turbatu ardina biriqati ba'dina yushfa saqimuna biizni Rabbina. Allahın adıyla bizim yerin torpağıdır. Baxın, sünnədə Peyğəmbər sallallahu əleyhi və səlləm belə edərdi. Allahın adıyla bizim yerin torpağıdır. Bəzilərimizin ağız suyu ilə qarışmışdır və xəstəmiz Rəbbimizin izni ilə sağalacaqdır. Mənası budur. Yenə təkrar edirəm. Tüpürcəyi ilə islatdı barmağın, sonra torpağa vurdu və bu zikri oxudu.
Yəni islatdı, torpağa vurdu və ağrıyan yerinə qoydu və bu zikri oxudu. İnşallah Allahın izni ilə şəfa tapacaq. Şəriətdə gələn ruqya, yəni şəri müalicə üsulu budur. Və 6-cı nəsihət, "Aleykə bil istiğfar və təvbə və zikrillahi təala daimən." Və xəstə olan daima Allahdan bağışlanma istəməlidir. Daima Rəbbinə tövbə etməlidir. Və əhsinuz zanni bi rabbika, li'annallaha la yazlimu ahada. Və həmçinin Rəbbi haqqında gözəl zəndə olmalıdır. Bilməli ki, onun Rəbbi heç kəsə zülm etməz. Və növbəti nəsihət, Şeyx buyurur ki, xəstə qurtuluşu gözləməlidir. Yəni, onun xəstəlikdən qurtulmağını səbir edib gözləməlidir. Və bilməlidir ki, وَعْلَمْ أَنَّ الْفَرَجْ مَعَ الْكَرَبِ. Qurtuluş, yəni bu sıxıntıdan, üzüntüdən sonra qurtuluş vardır. وَأَنَّ مَعَ الْأُسْرِ يُسْرًا. Və hər bir çətinlikdən sonra da asanlıq vardır. Subhanallah, keçən nəsihətdə xatırlatdıq, inşallah həmin dərsə qulaq asarsınız. Şeyx deyir ki, xəstə olan sünnədən bunları fikirləşəndə ki, Rəbbi onu bağışlayır, sonunda qurtuluş var, ona baş vermiş xəstəlik onu üzə bilmir. Bilir ki, Rəbbindəndir. Qalə sallallahu aleyhi və səlləm. Həmçinin Şeyx buyurur ki, "Lə tə'til kuhhan vəl-arrafin vəs-sihra və qayrihim mimmen yedda'i ilmul qayb." Xəstə olan kəs, baxırsan ki, zahirlərdən Allah qorusun, Allah kömək olsun. Xəstəliyi sağalmır, gedirlər falçının yanına, kahinin yanına, sehirbazın yanına. Ondan xəstəlik nə vaxt sağalacaq, nədir səbəb, nə etmək lazımdır? Falçıdan soruşur, Allah qorusun. Bu da dinimizdə qadağan olunmuş əməllərdəndir. Böyük günahlardandır. Allah Rasulü buyurur ki, "Mən ətə arrafən fəsələhu an şeyin." Kim falçının, kahinin yanına gedər və ondan bir şey soruşarsa, "Ləm tuqbəlləhu salatun 40 leylətən." Allah onun 40 gün onun namazını qəbul etməz. Allah qorusun. Yəni Allah onun ibadətlərini, salih əməllərini qəbul etməz. Qalə Şeyx İbn Bəz rahimehullah söyləyir ki, "Fələ yəcuz lil-mərid an yəzhəbə iləl-kəhanəti-ləzi yəddə'una ilmul-qaybi liya'rifa minhu mardihi." İcazəli deyildir xəstənin falçının yanına getməsi. Hansı ki, onlar iddia edirlər ki, qeybi bilirlər. Yəni, onlar xəstələri alladırlar ki, nə zaman sağalacağını deyəcəklər. Və yaxud nə etmək lazımdırsa, kahinlər başa salacaq, insanlar da allanıb onun yanına gedirlər və beləliklə bu əməldə küfürdür, Allah qorusun. Kəmə lə yəcuzu ən yusaddiquhum fīmə yuxbirunahu bihi. Və həmçinin icazəli deyildir onun, hətta getməsə belə ola bilər kahindən, qardaşlar, falçıdan nəsə bir xəbər gələr. Hətta doğru zənn edərsən ki, düz dedi misal, olmaz. Onun sözün təsdiqləməyə qadağa gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə gəlir ki, kim kahinin, falçının yanına gedər, onun dediyini təsdiqləyərsə, Muhammədə nazil olanı, sallallahu aleyhi ve sellem nazil olanı inkar etmiş olar. Allah qorusun. Yəni şiddətli, böyük günahlardandır. O qüvvəti oldusa böyükdür. Və həmçinin "Lə tə'sə alə mə fətəkə min huzuzud-dunya bisəbəbil mərad. Fə innəd-dunya biəcma'ihə lə təstəhiqqəl huzun li fəqrihə." Şeyx buyurur ki, dünya nimətlərindən insan xəstələnəndə bəzi nimətləri itirir. Yəni onda qalmır, sağlam vaxtı onda olan nimətlər onda qalmır. Ola bilər xəstəlik səbəbindən adam əlini itirib, ayağını itirib, gözünü itirib. Xəstəlik səbəbindən hər hansısa bir nimət ondan gedib. Heç də deyir, buna görə üzülmə, kədərlənmə. Çünki deyir, dünya bütünlüklə, yəni onda itirilən şeyə kədərlənəcək bir şey deyildir. Dünya elə bir yer deyil ki, deyir, onda nəsə itirsən, kədərlənəsən. Allah qorusun, kədərlənginə cənnətdən, axirətindən xeyir bir əməli itirsən. Ondan kədərlən. Qalə sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Ləv kânətid dunya ta'dilu indallahi canaha ba'udatin ma saqa kafiran minha şərbətə mə." Əgər
dünya Allah qatında ağza qənədi qədər dəyərli olsaydı, Allah onunla, yəni Allah kafirə dünyadan bir su belə içizdirməzdi. Əgər dünyanın Allah qatında dəyərli olsaydı. Yəni, dünya dəyərsizdir. Bu şeylər də təbii ki, fikirləşəndə xəstəyə səbr etməyə köməklik edir. Baxırsan, dəyərsizdir, nəyə üzülürəm? Gedən bir şey var, nəyə üzülürəm? Mən həm də dünyadandır. Əbədi olan gözəl həyat var, axirət həyatı gözləyir. Sümmə innər rizq qad təkəffəlallahu bihi. Və həmçinin şeyx buyurur ki, sıxılmacıdan ki, xəstəlik gəlib, səndə ruzi problemi var. Kasıbçılıq, üz verəcək. Heç də xeyr, qardaşlar. Allah Subhanahu wa ta'ala vəd verib, zamin durub ki, səni ruzi ilə təmin edəcək son nəfəsinə kimi. Fəfil hədisdə gəlir ki, innər rizqa lə yatlubul abdə kəmə yatlubuhu əcəluhu. Allah, Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, şübhəsiz ki, ruzi, əcəl, ölüm, qulu yaxaladığı kimi onu tapar. Yəni, qulun ruzisi də onu tapar. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, lə təstəbti'ur rizqa fəinnəhu lən yəmutəl abdə həttə yəbluğəhu əxiru rizqin huvə ləhu fəəcminu fit taləb. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, heç kəs ruzisini tamamlamamış ölməyəcəkdir. Yəni, sənin Allahın sənə yazdığı ruzini yeməmiş, içməmiş ölüm sənə gəlməyəcək. Allah sənə vəd verib ki, səni yedizdirəcəkdir, içizdirəcəkdir. Hətta Allah Rasulü deyir ki, gedişsə belə, ruzi gedişsə belə, sən ondan dadacaqsın. Sonra Allah Rasulü buyurur ki, ruzini axtardıqda halanı axtar. Növbəti nəsihət, lə təşku mən yərhamuka ilə mən lə yərhamək. Gözəl nəsihət edir şeyx, Allah onu qorusun. Sənə rəhm edəyəndən, sənə rəhm etməyənə şikayət etmə. Sənə Rəbbin rəhm edir. Sənə qarşı rəhmli olan Rəbbindən, sənə rəhm etməyən insanlara şikayət etməklə. Qalə Rasulullah sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Qalə Allahu təbarəkə və teala, Allah təbarəkə və teala söylədi ki, İzəbtələytu abdi əl-mu'min fələm yeşkuni ilə uvvədihi atlaqtuhu min isəri. Əgər quluma, mömin quluma hər hansısa bir müsibət gələrsə, xəstəlik gələrsə, bəlaya duçar olarsa, onu ziyarət edənlərə məndən əgər şikayət etməzsə, görün Rəbbimiz nə deyir? Xəstəni ziyarət edənlərə əgər Allahdan şikayət etməzsənsə, Allah deyir ki, onu əsarətimdən azad edəyərəm. Yəni, ona düçar olmuş xəstəlikdən qurtararam onu. Sonra, sümmə əbdəltuhu ləhmən xayran min ləhmihi. Sonra onun ətin daha xeyirli ətlə əvəz edəyərəm. Və dəmən xayran min dəmihi. Qanın da daha xeyirli qanla əvəz edəyərəm. Sümmə yüstə'niful aməl. Yəni, ola bilər ki, ətindən, əzasından nəsə itirib, xəstə əgər şükür etsə, qapısına gələn ziyarətçiyə şikayət etməsə, Allah deyir ki, onun ətin daha xeyirli ətlə əvəz edəyərəm. Qanın da daha xeyirli qanla əvəz edəyərəm və deyir, o əməllərindən davam edəyər. Yəni, Allah ona kamil şifa verər. Əmmə ixbəril mərid bimardihi lə alə səvili şəkə və innəmə icabətən nisual əv ixbərit tabib. Şeyx buyurur ki, amma xəstə ki, öz xəstəliyindən xəbər verməsi, əgər şikayət formasında deyilsə, şikayət etmirsə Rəbbindən, xəstəliyindən deyinmirsə, ancaq öz xəstəliyin izah etmək babındandırsa və yaxud da ki, xəbər verir həkimə, ağrıyan yerin xəstəliyin, bu halda deyir, nə deyir? Fəhəzə cəizun, icazəlidir, şikayətdən sayılmır. İbn-i Qeyyim Rahimallah buyurur ki, İzə həmiləl məridullahə thumma əxbərə bi'illətihi ləm yəkun şəkvə minhu. Əgər qul Allaha şükr edər, deyək ki, əlhəmdülillah, sonra xəbər verər öz xəstəliyindən, thumma əxbərə bi'illətihi, öz illətin, xəstəliyin xəbər verər,
ləm yekun şəkvə minhu. Belə olduğu halda şikayətçi sayılmır. Əgər birinci şükür deyərsə, elhamdülillah. Elhamdülillah, amma filan, yəni əzam ağrıyır, yəni səbəb axtarım. Bu halda şikayət etmiş sayılmır. Və in əxbərə bihə təbərrümən və təsəxxutan kənə şəkvə minhu. Əks halda yox, şikayət edərsə, qəzəblənmiş halda deyərsə, bu halda neyinir? Şikayət etmiş sayılır öz xəstəliyindən. Bu da nədir, qardaşlar? Burada səbəb nədir? Şeyx nə deyir? Yəni, xəstəliyindən qəzəblənmiş olur, o da qəzaya etirazdır, qəza və qədərə. Allahın qədərinə etirazdan sayılır. Şikayət etsən, Allah qorusun. Qal İbn Həcər rahimehullah buyurur ki, "Əmmə ixbarul meridi sadiqa əv tabibə an halihi fələ bə'sə bihi ittifaqan." İbn Həcər deyir ki, alimlər ittifaq ediblər ki, xəstənin dostlarına və yaxud həkimə halından xəbər verməsi ki, mən filan xəstəliyə düçar olmuşam, filan hissəm ağrıyır, əzam ağrıyır, yol öyrənmək istəyir, kömək istəyir. Belə halda fələ bə'sə bihi. Alimlər deyiblər ki, heç bir eybi yoxdur. Heç bir eybi yoxdur, yəni şikayətdən sayılmır. Sonra ihfaz vaxtaka bima yanfaka və yuqarribuka ilə rabbika. Şeyx deyir ki, vaxtını qorucuna. Xəstə vaxtın qorusun, onu Rəbbinə nə yaxınlaşdırırsa, onlara diqqət etsin. Alə qadri istita'atika, gücü çatdığı qədər Rəbbinə yaxınlaşdıran əməlləri etsin. Və nə qədər ki, haramlar var, şeyx deyir ki, onlardan uzaq olsun. Sonra nəsiyyət edir, bədir bi kitabəti vəsiyyətuka izə kənə aleyka huququ linnəs. Kitabə, vəsiyyət yazsın deyir şeyx. Xəstə, əgər insanların onun üzərində haqqı varsa, borcu varsa, qorxduğu nəsə bir yer var, o zaman tövsiyə edir ki, şeyx nəsiyyət yazsın, vəsiyyət yazsın və bildirsin ki, filan kəsə, filan qardaşa borcum var, haqqım var, nəsə olsa ödəyərsiz. Öz ailəsinə və yaxud qardaşına, yaxınlarına. Və sonra təhəllələ mimmən ləhu aleykə haqqun. Və həmçinin xəstə, kimlər ki, haqqına girib, haqqı var üzərində, halallıq almalıdır. Şeyx deyir ki, onlardan halallıq almalıdır. Kimin haqqı varsa onun üzərində. Dəlil nədir? Qalə sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən kənət ləhu məzləmatun li əxihi min irdihi əv şeyin fəliyyətəhəlləlhu minhul yevm. Allah Resulü buyurur ki, kimin qardaşına qarşı onun şərəfi, yəni ləyaqəti və ya başqa bir şeylə bağlı etdiyi bir haqsızlığı varsa, Allah Resulü buyurur ki, qablə ən lə yəkuna dinaran və lə dirhəmən. Dinar və dirhəmin fayda verməyəcəyi, yəni qiyamət günündən əvvəl halallıq alsın. Hansısa qardaşın haqqına girmişsən, müsibət düçar olub, xəstəlik içindəsən, halallıq alcını. İn kənə ləhu əməlun salih, uxizə minhu bi qadri məzləmətihi. Allah Resulü deyir ki, əgər halallıq almasa, qiyamət günü zülm etdiyi qardaşı ki var, onun salih əməllərin Allah ona verəcək. Yəni, o haqqı olandan, kimin haqqına giribsə, savab əməllərini Allah ona verəcək. Və illəm təkun ləhu həsənət, uxizə min seyyiəti sahib fəhumil aleyhi. Və əgər onun savab əməlləri yoxdursa, Allah subhanətə onun, kimin ki haqqına girmişdi qardaşını, onun günah əməllərindən götürüb yükləyəcək Rəbbimiz ona. Allah qorusun. O gün çatmamış halallıq avcına. Və sonuncu şeyx buyurur ki, və axiran, İzə mənnəllahu aleykə bişşəfə fəhmədhu və şükruhu. Son olaraq, şeyx buyurur ki, əgər Allah sənə lütf edib şəfa veribsə, onda Allaha həmd et, şükr et ki. Və aləmən nəsihə min əcəllil ni'am və əzamihə. Və bilginən ki, sağlamlıq nemətlərin ən üstünü, ən ucası, ən əzəmətli olanıdır sağlamlıq neməti. Vəqtənim səhhətikə qablə səqamik. Və öz səhhətinin qədrin bil, xəstəlik gəlməmişdən öncə sağlamlığının qədrin bil. Şeyx buyurur ki, xəstəlik gəlməmişdən öncə sağlamlığın qədrin bil, və firaikə qəblə şuğluka, və səni məşğul edən işlər gəlməmişdən öncə də boş vaxtının qədrin bilginə. Gözəl nəsihətdir. Görürsünüz, xəstəlik gəldi. Xəstəlik gəlməmişdən əvvəl sağlam olanda qədrin bilmirdi, hansı ki, indi xəstəlik əlindən çıxdı.
müsibətdə əlindən çıxdı. Artıq edə bilmir o xeyir əməlləri. وَاسْتِعْمَالِهَا فِي طَاعَةِ اللّٰهِ تَعَالَى və sağlamlığını da, boş vaxtını da Allaha itaətdə sərf et. Və burada tamamladıq biz risaləni. Allah Subhanahu wa Taala'dan da bu xeyir, bu müvəffəqiyyət. Allahdan istəyirəm ki, Allah Subhanahu wa Taala eşidib faydalananlardan etsin və nə xətamız olsa öz nəfsimizdəndir. Allahdan bağışlanma istəyirik. Və axir dəvana enilhamdülillahi rabbil alamin.